Avropa macərası bitdikdən sonra bütün diqqətini çempionata yönəltmiş Qarabağ bu mövsüm hələ də məğlub edə bilmədiyi Zirəyə qarşı. İlk öncə onu qeyd edək ki, Araz üzərində qazanılan 6-0'lık qələbə qoy sizi yanıltmasın. Çünki Qarabağ çempionata keçirdiyi 22 oyunda cəmi 3 dəfə böyük hesablı fərqlə qələbə qazanıb, hər üçü də Araza qarşı. Bu da ona görədir ki, Araz Naxçıvanın topsuz oyunu bütün mövsüm boyu bərbad səviyyədədir və bu da mövqe futbolu mükəmməl səviyyədə olan Qarabağ kimi komanda üçün ideal şikardır. Digər tərəfdən isə ziddiyyətli mövsüm keçirən Zirə son turda da Kəpəzlə xal itirərək üçlük uğrunda mübarizədə tam outsiderə çevrilib. Komandanın hazırki məqsədi top 4-lüyə düşməkdir. Bunun üçün isə Zirədə nə çatışmır? Uzun sözün qısası, Zirənin topsuz oyunu bu mövsüm çox pisləşib. Gəlin 3 fərqli oyun elementindən bunu başa düşməyə çalışaq. Gördüyünüz kimi Turanla maçda Rəhim Sadıqov bu epizodda topa sahibdir. 2 Turan futbolçusu 4 Zirə futbolçusuna qarşıdır. Amma man marking işləmədiyinə görə Rəhim Sadıqov bir neçə addım atır və yanında diaqonalda meydanın mərkəzinə doğru boş olan Ozobiçi görərək ona rahat pas atır və bu pasın nəticəsi gətirib qola çıxaracaq. Digər tərəfdən bu man marking rəqibə aid olan hissədə işləməyəndə və rəqib vertikal və ya sürətli paslaşma ilə hücum etdikdə dəfələrlə Zirənin futbolçuları ilə, xüsusilə cinah müdafiəçiləri ilə birə-bir qalırlar və onları sığorta edən ikinci oyuncu olmadığına görə tez-tez öz qapılarında qol görürlər. Məsələn üçün, gəlin Şamaxı ilə maça baxaq. Burada Balao Zirənin futbolçusu ilə birə-birdir və müdafiədə Zirənin futbolçusunu sığorta edən adam olmadığına görə Balao asma edir və bu asma qolla nəticələnir. Analoji epizod Turanla maçdadır. Ayxan bir gedişlə oponentini keçir, amma onun sığortası olmadığına görə rahat şəkildə asma edir və Ozobiç bu epizodu uğurla bitirir. Üçüncü element və daha artığı YouTube kanalımızdadır. Siz isə şərhlərdə yazın. Zirə bu dəfə də Qarabağdan xal ala biləcək, yoxsa çempionatı tam fokuslanmış Qarabağın qarşılanmaq mümkün olmayacaq?